Əllamə deyirlər, Əl-Mizanı bitirdi, təxminən 20 ilə. Atası dünyasını dəyişmişdi Əllamənin. Əllamənin bir dənə qardaşı vardı, ilahiyyatdı. O qardaşı xəbər göndərdi Əllamə Təbətəbaiyə. Dedi, bir yolla atamdan, ya yuxu ilə bir yolla olur, düz deyil. İndi o necə oldu, onu çıxım. Dedi, atam səndən gileyləndi. Əllamə dedi, niyə yazmışdı məktubda, xəbər göndərmişdi. Deyib ki, Əl-Mizanı ki yazıb, qutarıb, niyə onun savabından mənə hədiyyə göndərməyib? Əllamə deyir, Allah şahiddir ki, mən yazıb qutarmışdım, hələ heç kəsə də deməmişdim, bunun savabını kimə verəcəm, neynəyəcəm, neynəmişəm, heç kəsinlə danışmamışdım. Deyir, narahat oldum, deyir, atama da hədiyyə eləməməyimin də səbəbi bu idi ki, qulaq asın bu sözə. Layiq bilmirdim, deyirdim, burada nə var ki, savabını da göndərim atama. O buydu kitabı yazıb kişi. Bunun işarəsi gələndən sonra başa düşdüm ki, nəsə Allah qatında indi biraz dəyəri var. Ondan sonra deyir, hədiyyə elədi bu kitabın savabını atasının və anasının ruhuna. Bu xəbəri hələ göndərməmişdim öz qardaşıma. Bir də gördüm, qardaşım ikinci məktubu göndərdi mənə ki, qardaş, atam səndən razı qaldı, çox sağ olsun ki, kitabdan mənə bir pay göndərdi. Diqqət elədiniz. İnsan əməli necə kiçiltdi? Kiçiltdi, Allah böyütdü.